yeni geosiyasi reallıq bölgesel aktörlerin ve bölge haricindeki aktörlerin yeniden bölgeye baxışını, fəaliyyətlərini, yeni belə deyək ki, yeni məqamlar, yeni istiqamətlər gətirməyə başladı. Təbii ki, bu geosiyasi reallığın bugün ən çox odaklandığı, ən çox fokuslandığı yerlərin başında Zəngəzur koridoru və ətrafındakı coğrafiya gəlir. Dolayısıyla burada həm Azərbaycanın Naxçıvanla əlaqəsi məsələsi həll olunur. Həm Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması məsələsi həll olunur. Həm Türkiyə-Azərbaycan münasibətlərinin yeni bir xətt üzrə, Gürcüstana əlavə olaraq yeni bir xətt üzrə inkişafı nəzərdə tutulur. Həm Türk dünyası üçün bir Turan koridoru məsələsi həll olunur. Türk dünyasına açılan qapıdır Zəngəzur. Bəli. Həm İranın Cənubi Qafqazdakı gələcəyi müzakirə olunur, çünki bu koridorun gələcəyi ilə bağlı. Həm Rusiyanın Cənubi Qafqazdakı gələcəyi həll olunur, həm də Qərbin bölgəyə fokuslanmasını. İşte bu İranın, sizin sualınızda ifadə edildiniz başda, İranın bölgədəki konsolosluq açmanın tələmtələsik formada, hətta hazır olmayan binada, çox hazır olmayan binada açmış olması, həm Fransanın təmtəraqlaşması, həm Rusiyanın bölgəyə də konsolosluq açmağa başlaması istəyi ki, bunu sadəcə bunlar şey eləməyəcək, bunu yəqin ki Avropa Birliyinin, həm də Avropa Birliyinin monitoring adı ilə bu bölgəyə gəlməsi filan, bütün bunlar hamısı Cənubi Qafqazda yeni bir geosiyasi realitenin olduğunu və burada işlərin qızışacağını, bunun da ilkin mərkəzinin Zəngəzur olacağını göstərir. Bütün bu maraqlar ondan.